Hoş gördük Aksaqqal. Hoş gün olsun bala. Nədir? Deyəsən sözünə qulaq asmır. Ay oğul, indi övlad atasının sözünə qulaq asmır. O ola bu tərs heyvan. Ha qandırıram ki, gəl çıxaq gedək. İndi əcdaha gəlib bizi yeyər. Qanmır ki, qanmır. Axırda özünü də bədbax eləyəcək, məni də. Əjdaha? Nə əjdaha? Mağaradakı əcdaha. Orada əjdaha var. Var da sözdür, özünün də nə az, nə çox, düz 3 dənə başı var. Yox əşi, 3 dənə başı var. Ha, birini kəsirsən, yerinə ikisi çıxır. İkisini kəsirsən, yerinə 4'ü çıxır. Adamı, adam nədir? Dəvəni hop beləyir udur. Hə? Ha, Hardadır o əjdaha? o da mağarada. Yaxşı, siz daha ləngiməyin. Gedim görüm o nə əjdahadır. Oğul, olmayan mağaraya girmək istəyirsən. Bəli, nədir ki? Yazıqsan bala, mağaraya girsən, div səni tutub yiyəcək. Div? Nə div? Bəs bayaqdan deyirsən mağarada əjdaha var. Mən hardan bilim ki, mağarada kim var? Bəlkə 3 başlı əcdahadır. Bəlkə 2 başlı divdir. Bəlkə də qulyavandan yatdandır da. Görmüşəm də ya. Açı, görməmisənsə, bayaqdan nə danışırsan, hə? Hə, sən olsun arada. İndi səni qandıraram. Mən mağaranın yanından keçəndə mığla gördüm içəridə bir dənə kölgə var, belə böyük kölgə. Barmağımı çişlədim. Dedim, bu ya əcdahan kölgəsidir, ya divin kölgəsidir, ya qulyabanının kölgəsidir. Bu yazığın da ayaqları qurudu, mıxlandı yerə. İndi görərik kimdir orada gizlənən. Dost, gəl tez çıxaq aradan. Bu oğlan getdi əcdahanın yuxusuna haram qatmağa. Əcdaha oyanacaq, bunu hop beləyib yiyəcək. Sonra da çıxacaq çölə. Görəcək mən adam oğlu adamdan, sən eşşək oğlu eşşək dayanıb çöldə. Əvvəl mənə yiyəcək. Görürəm. Ağrı da keçdi. Ey, ben insan. Kimsən çıx. Çıx görüm kimdir mənə bu yaxşılıq eləyən. Kimdir məni bu bəladan qutaran. Çıx. Zulümlə qutardım, canım rahatlaşdı. Beni Adem. Korkma, çıx. Mən artıq səndən qardaş oldum. Çıx. Anamın sütüne and olsun sana pisliğim değmez. Çıx. Oo. Oğlan, adın nedir? Adım Elxandır. Elxan. Sözümüz sözdür. Bugündən səndən qardaş oldum. Məndən ürəyin nə istəyir istə. Yerinə yetirməsəm anamın sütü mənə haram olsun. Elə isə mənə ifritənin yanına aparan yolu göstər. Elxan, xeyir ola. İfritəni nə edirsən? Onu cəhənnəmə vasil edəcəm. Elxan, məndən başqa nə istəyin var, de, yerinə yetirim. Amma bu istəyini yerinə yetirə bilməyəcəm. Niyə? Məni bura qoyublar ki, heç kəs o tərəfə buraxmayım. İfritənin yanına aparan yol budur. Üst vurma, bırakabil mənə.
buraxa bilməzsən, bəs deyirdin, ay nə bilim, sənlə qardaşam, ay nə bilim, yerinə yetirməsəm, anamın südü mənə haram olsun. Nə oldu? Qardaşlığın elə bu imiş. Yaxşı. Bir olda ki söz vermişəm, gərək əməl eləyəm. Buyur get. Ama kardeş, ehtiyatlı ol. İfritəni adi üsullarla məhv eləmək mümkün değil. O çok tehlikelidir. Div qardaş, sən məni burax keçim, sonrası da işin olmasın. Ya ifritiyə verən Allah, ya da mənə. Yaxşı, ne deyirəm, get. Sana uğurlar olsun.